Şirkətin böyümməsi dayanıbsa, ola bilsin ki, günahkar bazar deyil, rəqib deyil. Çox güman ki, günahkar şirkətin başında durandır. Hər qərar bir adamın masasında gözləyir. Hər imza, hər razılıq, hər addım o bir nəfərdən asılıdır. Komanda isə gözləyir, gözləyir, gözləyir. Bu vəziyyətin şirkətə nə etdiyini izah edim. Məsuliyyətli işçi var, o öz işini görüb qərar gözləyir. Gözləyir, gözləyir, bir müddətdən sonra motivasiyasını itirir, çünki onun enerjisi boşa gedir. Məsuliyyətsiz işçi isə var, o isə sevinir. Çünki qərar ondan gəlmir, səhv də ondan gəlmir, heç nə ondan gəlmir, rahatdır. Nəticə, güclülər ayrılır, zəiflər qalır, şirkət isə kiçilir. Rəhbər nə qədər çalışsa da. Bir nəfər hər şeyi idarə edə bilər, yalnız kiçik şirkətdə. Amma mən bir nöqtədən sonra bu model şirkəti böyütmür, əksinə içindən yeyir, rəhbər özü şirkətin tıxacına çevrilir. Tanıdığım belə rəhbər var. Bəlkə özün bu vəziyyətdəsən. Şərhdə yaz. Bu mövzuda daha ətraflı danışacağım.